Xanımlar, təsdiqlənmiş sifarişi necə açırsınız? Baxın, xanımımız 9 manat 33 qəpik bir dəfə məhsul vurubdur. 21 manat 98 qəpikdə bir dəfə. Yəni heç birində endirim əldə etməyib. Katalog qiymətinə götürüb. Ambar qiyməti gəlməyib. Bir dənə diqqət eləyək. 30 manatlıq məhsul olmadığına görə, baxın 21.66, 21.66, 90, 32 qəpikdə çatdırma haqqıdır. 21.98, yəni endirim götürməyibdir. Eyni qayda ilə 9 manat 19 qəpik. Eyni qayda ilə, yəni katalog qiymətinə götürüb, ambar qiymətinə gəlməyib məhsulları. Ona görə də sifarişi açacağıq indi. Necə açırıq? Ardını oxu. Burada görürsünüz imtina etmək. İmtina etmək. Sifarişi açdıq artıq. 9 manatlıq məhsulu da üzərinə əlavə etsin ki, xanım 30 manat olsun ki, endirim gəlsin.